Detektivler. Samir Efendi. Hoş gördük sizi. Onlar hələ də şokdadılar. Hürmetli Murad Arif. Ne oldu? Çok hoş gördük sizi burada. Açığı hamı Söz təəccüblüdür. yoktu demeyi. Oturak bakak birbirimize. Bence siz her şey dediniz. Lazımsız, lazımsız. Hamının adını çektiniz benden başka. Uşaqlar. Burada nefes doldum. Ay inşallah. Bundan bir efir önce əzizim, versiyalar arasında sənin adını çəkmişdik. Amma onu demək istəyirəm ki, səni o qədər sevirik ki, başqa maskalara da sənin adını demişik. Sənin ondan xəbərin yoxdur. Amma biz digər maskalara da sənin adını demişik. Sən inanılmaz istedadlısan və mən çox şadam ki, sən maskaya qatılıb, bax bu 6 efir biz yaşadıqda, onun deyəsən yanılmıramsa 3-ündə yoxsa 4-ündə sən iştirak eləmişsən. Neçəsində? Dördüncüdür. Hə. Və hər çıxışın bizim üçün bir rebus idi, bir crossword idi, bir tapmaca idi ki, biz səni tapaq. Sənin istedadındır ki, biz səni axıra kimi, biz xəfiyyələr səni açıqlaya bilmədik, səni tapa bilmədik, eşq olsun. Ben demişim her bir ailesi Samir Efendi değil. Baba yazmışım. Baba. Ben niye kalmadın sözüm üstünde? Niye kalmalıyam ki? Təzə adlar demək lazımdı. Samir xanım, mənə maraqlıdır. versiyasına Maska daha çox. arxasında özünüzü necə hiss edirdiniz? Baxın, İlbis maskası, bilmirəm, sizi nə cür belə təəssürat yaradırdı və onlar adları çəkəndə və yaxud çəkməyəndə, sizi tapmayanda hansı hissləri keçirirdiniz? Birincisi çok möhtəşəm bir işlərdir. Çok möhtəşəmdir. Kostyum xoşunuza gəlir? Çok hoşuma gəlir. Özüm üçün də götürəcəm bunu səhnələrdə. İfa eləyərkən bunu istifadə edeyim. Çox istidir. Dözmək çətindir. Amma Faiq müəllimin bir sözü var idi. İlk efirdə dedi ki, keçən sezonda maskalar, artistlər deyirlər ki, biz həyatda necəyiksə, maska taxanda elə rahat oluruq. Yəni, normal həyatda elə bilməyəcəyimizi səhnədə, maskada olarkən eləyirik və məncə mən maksimum bunu... Artıqlamasıyla, artıqlamasıyla. Yok. Məncə sən öz potensialının 10%'ni göstərmişsən. Mən tanıdığım Samir Efendi Olmaz axı. elə performanslar göstərməliydi. Qabaqda sizi nələr gözləyirdi, amma Qabaq siz yoxdur. istəmədiniz. Burada qabaq yoxdur. Qabağa güman yoxdur burada. Qabaqda da var. Samira, əslində səndən başqa burada yad planetdə var idi. Biz səni onunla da səhv salmışıq. Doğrudur. Və onun məsələn seçdiyi mahnı bu gün. Yəni sənin səsin əslində bunu yəni belə bir Pişiyə də demişik, əfəndi demişik pişiyə. Ay Allah. Yəni sən getsən bugün gələn verişdə sənin adın çəkiləcək yenə də. Mən vaz keçmirəm. Samir, sen bizi layıqınca Eurovision'da təqdim elədin, təmsil elədin. İndiyə qədər də yadda qaldın. Möhtəşəm çıxışın indiyənə kimi də yadda qalır. Biz səni ona görə alqışlayırıq, səni sevirik. Və bu proyektdə də sən çox gözəl, layıqınca iştirak elədin. Əziyyət və halal olsun. Çox sağ olun. Çox sağ ol ki, buradasan. Mən də bütün heyətə, ictimai televiziyaya, əziyyəti keçən hər kəsə dərin təşəkkürümü bildirirəm. Və bu şouya razılıq verib və mənim gəlməyim Bakıya bir növdə bunun zakulis, bu səhnə arxası prosesi məni çox həyəcanlandırdı və mən səhnə arxası işlərini daha çox sevirəm. Və nə yaxşı ki, belə layihələrimiz var, nə yaxşı ki, bizim kimi ifaçılar məhz özünü belə layihələrdə sınaya bilirlər. Samira xanım, sonuncu belə deyək, səs verməkdir, final səs verməkdir və hətta siz artıq qaldınız burada çünki maskanı çıxaracaqdınız. Siz maskanı çıxarmaq istəmirdiniz. Mən başa düşürəm, maskanı çıxarmaq istəmirdiniz. Növbəti, qalsaydınız növbəti məqamlarda bizə nəyi göstərəcəydiniz? Möhtəşəm bir mahnımız var idi, onu hazırlayırdıq. Bilirdim ki, Murat Suabəcan hansı Ürəyən mahnı? partiyarı nə? Jennifer Hudson, One Night Only. Bəh. Amma bugün... Nə olacaq? Samir Efendi səhnələrdə Amma də biz onu dinləyəcəyik yenə ifa də. etdiyin Ay Qız Oyan belə inanılmaz zor idi də.
Oyandım. Vallahi. Kamile Babayeva, buyurun siz de dinleyin. Səni çox sevirəm. Biz yoldaşı da olmuşuq və doğrudan da bəlkə də şuuraltı olaraq qorumağa çalışırdım. Düzdür, bu mənim iqtidarımda olmasa da, amma ən azından sona qədər çalışdım ki, sən şouda qalasan. Amma yol bura qədər idi. Amma doğrudan da Muradın sözünə qüvvət, biz səni elə səhnələr var ki, sən çıxırsan və biz aylarla, həftələrlə o təəssüratla yaşayırıq. O səhnələr o qədər çoxdur ki, bəlkə də sən düşündün ki, sən artıq bunu ilə tamaşaçını doyuzdurmusan, burada bir qədər fərqli olasan. Amma kaş ki, yenə də hər o çıxışında elə edərdin ki, biz o təəssüratın ağuşunda qalaq və düşünək ki, bu davamı gəlsin, olsun. Bəli, səs və enerji. Sən həm səssən, həm də enerji. Amma İlbiz maskası ilə biz səni yorurdu və səs və enerjinin bir qismini göstərirdin bizə. Yükü vardı, Bu ona məni Yükü çox var idi. məyus elədi. Çünki Yəqin ki, Samir özümü əfəndi çərçivələrə saldım. Buradakı çox bilindirməyim kim olduğumu. ağırdı, o ağırdı. Bu səndə o. çox yaxşı ağırdı. alındı. Əslində mənim qədər var çəkisi. Samira xanım, biz Amma mənə xoş sizi idi, çox burada xoş idi. görməyimizə çox şad olduq. İlbisə bir daha belə canlı baxın. Sonuncu dəfə və təşəkkürlər sizi burada gördüyümüzə görə. Çox Hər kəsə şadıq, uğurlar, çox çox sağ məmnun olun. olduq. Və sonuncu dəfə Samira əfəndini biz dinləyəcəyik və təbii ki, İlbiz maskası olmadan. Xoş gördük. Hər birinizə isə xoş günlər arzu edirik. Növbəti həftədə görüşmək ümidi ilə. Maska davam edəcək. Səni açıb bildirsən, telefonu gizlədirsən, sənə cavab verməyirsən, gözlərindən çəkindirsən. Ay qız oyan, o axı sevmir səni. Ay qız oyan, sındıracaq qəlbini, əsli dayan. Axı istəmir səni, daşdır onun ürəyi, sevgi onun üçün yalan. Ay qız oyan, aldadacaq başını, deyir yalan. Tapacaq başqasını, ay qız oyan, sil gözünün yaşını, at dərsliyin daşını, daha bəsdir ağından. Ağatlı şahzadələr yox, nağılçı qəhrəmanlar yox. Bircə dəfə ona de yox, gedən yerə enməkdən qorx. Ay qız